Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı hansı prioritetlər üzərində dərinləşir? Transxəzər beynəlxalq marşrutu Avrasiyanın yeni geoiqtisadi balansını necə formalaşdırır? Xəzərdə enerji ilə başlayan əməkdaşlıq bugün nəqliyyatdan ticarətə, Qarabağın bərpasından regional investisiyalara qədər uzanır. İki qardaş ölkə liderinin Qarabağ səfəri nəyi simvolizə edir? Qonağa Qarabağ atı hədiyyə edilir. Bunun xüsusi rəmzi mənası var. Həm də Cıdır düzündə, Şuşada. Bəs erməni lobbisinin marioneti Avropa Şurası Parlament Assambleyasının Anti-Azərbaycan qətnaməsinin arxasında hansı maraqlar dayanır? I ask Azerbaijan to change. We want to welcome them, but they have to respect the rights and the values of this organization. Konferansın adı belə müzakirələrin əsas mövzusunu əks etdirir. Qayıdış hüququ, öz müqəddəratını təyin etmə və ikili standartlar. Qərbi Azərbaycana qayıdış. Amerika Birləşmiş Ştatları Konqrensi binasında beynəlxalq konferans etnik təmizləmə və dekolonizasiyaya dair hansı çağırışlar etdi? Bu qətiyyən ərazi iddiası deyil. Bu sadəcə Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına beynəlxalq hüquq çərçivəsində təhlükəsiz şəkildə qayıdışı ilə bağlıdır. Bu hüquq artıq tanınıb. Əsas sual beynəlxalq ictimaiyyətin bu prinsipi bütün xalqlara eyni şəkildə tətbiq edib etməyəcəyidir. Bu problemlərin həlli üçün həm dövlətlərə, həm də BMT-yə daha fəal addımlar atmaq istiqamətində təzyiq göstərilməlidir. Estamos em Breaking News. CNN Breaking News. Breaking News na CNN Portugal. CNN Portugal. CNN Portugal. ASTV CNN əməkdaşlıq mübadiləsi. Portuqaliyadan hazırlanan reportajda nələrdən danışılır? Böyük hədəflər, böyük tərəfdaşlıqlar tələb edir. ASTV CNN əməkdaşlığı yalnız iki nəhəng kanalın birgə fəaliyyəti deyil. Bu, milli televiziyamızın qlobal standartlara inteqrasiyasıdır. Bütün sirlər detallarda gizlənir. Biz birlikdə həmin detallara diqqət edəcəyik. Bu səfəriniz hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan mediasının ilk və ən böyük televiziyası yenidə tarix yazır. Bu təcrübə tək bizim üçün deyil, ana televiziyanı izləyən hər kəs üçündür. Ümid edirəm ki, bu təcrübə mübadiləsi yaxın perspektivdə hər kəs üçün yeniliklərlə dolu olacaq. CNN Portuqalda keçdiyimiz təcrübə mübadiləsi bizim buradakı işimizə də mühüm töhfələr verdi. Amerika Birləşmiş Ştatları İran diplomatik masası qırmızı xətlər üzərindən ortaq məxrəc tapılırmı? İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik. Dünya İranın necə müqavimət göstərdiyini və qələbəni necə əldə etdiyini gördü. Son 126 ilin dağıdıcı zəlzələsi Venezuelada hansı faciəvi mənzərə yaratdı? I'm being the best dad I can to my beautiful children, who are my pride and my joy. Thank you very much. Bu və digər sualların cavabı həftə verilişində.